Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova ilə bağlı yeni xəbər var. Şair Nazilə Səfərli onun son durumunu açıqlayıb. O bildirib ki, Ləman özünə gəlib. Ləmandan şad xəbər gəldi. Tərs gedən bir şey olmasa hər şey yaxşı olacaq. Bu həftə ola bilsin Ləmanın səsini deyişidək. Dualarınızı əsirgəməyin. 25 yaşlı Ləman bizə könüldən əmanət qaldı. Hər şey yaxşı olacaq. Allahdan sənə rəhmət diləyirəm Könül. İnşallah balan yaşayacaq. Sənsiz bizə çox çətindir. Yerin elə görünür ki. Samuqda ər və arvad dəm qazından boğularaq ölüb. Hadisə rayonun Hacılı kəndində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.